Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size Abşeron rayonu Məhəmmədli qəsəbəsində həm evin, həm də torpağın kubcası olan belə bir gözəl həyət evimizi təqdim edəcəm. Nəzərinizə çatdırıram ki, 2 dənə yanbayan həyət evləridir. Hər bir evin həm qiymətləri eynidir, həm də proyekt olaraq proyektləri eynidir. Sadəcə rəng fərqi var. Məhəmmədlidə yoldan 100-150 metr məsafədə yerləşir. 2 sot torpaq sahəsindədir. Yerdən də 4-5 daş kürsüdə tikilib. Evin heç bir zabora biçişi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Həyətimizin yarı hissəsi tamet daşlarından döşənilib. Əlavə boş torpaq sahəsi də saxlanılıb. Həyətinə maşın çox rahatlıqla daxil ola bilər. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Bu evimizin dəhlizə daxil olduqda sağda gəlir evin mətbəxi. Evin altı beton, üstü kəmər, 4 bir tərəfdən qoşadaşla tikilib. Qiyməti isə cəmi 70.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa qiymətli endirim olunacaq ev sahibi tərəfindən. Videomuzun gedişatında kiçik bir natamam işləri görürsünüz ki, hər biri tamamlanıb tam hazır vəziyyətdə sizə təhvil veriləcək. Nəzərinizə çatdırım ki, ev köhnə tikili evdir, tamamilə şəxsi tikili evdir. Evin 100-150 metr məsafəli ilə 217 nömrəli marşrut keçir, birbaşa Koroğlu metrosuna gedən marşrut xəttidir. Bu da ən sonuncu yataq otağı. Burada evin sanitar qovşağı. Paket kubcalı ev qiyməti 70.000 manat. Əlavə məlumat almaq üçün buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm.